Digər bir böyük günah yol kəsməkdir. Ayənin qısa olsun deyə mealını oxuyuram. Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə fəsad salmağa çalışanların cəzası yalnız və yalnız öldürülmələri, çarmıxa çəkilmələri və ya əl-ayaqlarının çarpazvari sağ əlləri ilə sol ayaqlarının kəsilməsidir. Yaxud da yaşadıkları yerdən sürgün olunmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir cəza, əzab gözləyir. Maidə surəsi 33-cü ayə. Yol kəsərək hədə-qorxu gələn böyük günah sahibidir. Elə isə insanların malını alanın halı necə olar? Və yaxud yol kəsib insanları yaralayanın, öldürənin və müxtəlif böyük günahlar işləyənin halı necə olacaq? Başqa bir yöndən, bu insanların əksəriyyəti namazı tərk edir, qəsb etdikləri malları isə içki və əxlaqsızlığa sərf edirlər.